Salam uşaqlar, bugünkü dərsimiz olacaq kitab səhifə məsələləri. Birinci başa düşək ki, uşaqlar, səhifə sayı verəndə rəqəmi biz necə tapırıq? Sonra rəqəm sayı verəndə səhifənin tapılmasına baxaq. Birinci gəlin baxaq uşaqlar, bizə nə deyir? Deyir ki, 72 səhifəlik bir kitabı nömrələmək üçün neçə rəqəmdən istifadə olunur? Biz bilirik ki, kitabı nömrələyəndə başlayırıq uşaqlar 1, 2, 3, 4 belə ardıcıl nömrələmək. Düzdür? Və 9-a qədər gəlirik. Burada olur 9 dənə rəqəm, sonra 10. Burada neçə rəqəmdən istifadə olunur uşaqlar? 10-da 2 rəqəmdən istifadə olunur. Çünki mənə deyir neçə rəqəmdən istifadə olunur. 10-da 2 rəqəm, sonra 11-də 2 rəqəm. İndi mənə deyir ki, bu 72 səhifədir və onun hər bir səhifəsində rəqəmlərdən istifadə olunub. Düzdür? İndi gəlin biz bunun birinci məntiqini tapaq uşaqlar. Sonra düsturla da yazayacağıq. Biz 72 səhifəlik bir kitabı nömrələmək üçün mən nə deyir, neçə rəqəmdən istifadə olunur? 72 neçə rəqəmlidir uşaqlar? 2 rəqəmlidir. Mən 72-ni vuraram 2-yə. Taparam ki, burada bu səhifənin hərəsində 2 dənə rəqəmdən istifadə olunursa əgər, burada neçə dənə rəqəm olur uşaqlar? 144 dənə rəqəm. Amma nəyə fikir vermək lazımdır uşaqlar? Kitabı nömrələyəndə biz birinci 1-dən 9-a qədər nömrələyəndə axı bu 1 rəqəmli nömrələyirik. Düzdür? 2 rəqəmli deyil. Mən 72-ni 2-yə vuraraq başdan başlayanda hamısını 2 rəqəmlidir deyə hesablamış oluram. Yəni 72-ni 2-yə vurub tapdım, 144-dür. Bundan 9 dənə artıq hesablamışam. Çünki 1-dən 9-a qədər 9 rəqəmli deyil, 1 rəqəmli deyil. Mən 9 dənəsində 2 rəqəmli hesablamışam. Yəni bunların hərəsindən 1 dənə artıq hesablamışam. Ona görə çıxaram neçəsini? 9-u. Bu da bizə verər 135. Deməli, 2 rəqəmli, əgər səhifə sayı 2 rəqəmlidirsə, mən bunu vururam 2-yə, sonra bu 9 dənə 1 rəqəmli ədədi oradan çıxıram. Əgər biz bunu düstur olaraq yazsaq, belə yazarıq uşaqlar. Rəqəm sayım bərabərdir. Səhifəni vuraram 2-yə, əgər bir daha deyirəm uşaqlar, 2 rəqəmlidirsə. Səhifə sayını 2-yə vuraram, çıxaram 9-nu. Bir daha deyirəm, niyə 9-un çıxdı? Məntiqi başa düşüncə uşaqlar, sonra düstur yadınızdan çıxsa da məntiqindən tapa bilərsiniz. Mən 72-ni 2-yə vuranda bütün səhifələri 2 rəqəmli olaraq qeyd elədim. Axı, bəs 1-dən 9-a qədər bir rəqəmlidir. Mən hərəsindən bir dənə artıq hesablamışım. Ona görə tez 9-unu çıxdım. Gəlin ikinciyə baxaq. 99. Neçə rəqəmlidir? 2 rəqəmlidir. Məndən də rəqəm sayını istəmir. Tez 99-u vuraram 2-yə. Çıxaram neçəsini uşaqlar? 9-unu. 8, 198-dən də çıxsam 9-unu. 189 rəqəm. İndi gəlin. Keçək 126-ya. 126 neçə rəqəmlidir uşaqlar? 3 rəqəmli. Onda mən tez 126-nı vuraram 3-ə. Düzdür? İndi başlayıram yenə uşaqlar məntiqlə düşünməyə. Mən 126-nı sayanda 1-dən 9-a qədər bir rəqəmlilər olacaq. Ondan 99-a qədər 2 rəqəmli. 100-dən 126-ya qədər 3 rəqəmlidir də, düzdür uşaqlar. Axı, mən 126-nı 3-ə vuraraq bunların hamısını 3 rəqəmli olaraq qeyd elədim. Deməli, mən 1-dən 9-a qədər bunları da 3 rəqəmli kimi götürmüşəmsə, deməli, neçə dənəsini artıq götürmüşəm? 2 dənəsini artıq götürmüşəm də. 9-u 2-yə vururam. 18-ini çıxıram. Neçə dənə 2 rəqəmli ədədim var? Uşaqlar, 10-dan 99-a qədər. 90 dənədir də, düzdür. Bu 90 dənə 2 rəqəmlini mən 3 rəqəmli kimi hesablamışam axı. Düzdür. Deməli, oradan da 1 dənəsini artıq hesablamışam. Buna da yazıram çıx 90. Nə demək istədiyimi bir daha aydın edeyim uşaqlar sizə. Baxın, biz hesablamanı belə yazırıq da 1, sayırı belə edirik. 1, 2, bir nöqtə qoyuram.
10, 11 gedir, sonra gedir 100, 101 ta ki 126'ya qədər. Mən bunu hesablayanda 126-nı vurdum 3-ə. 126-nı 3-ə vurmaqla mən bax 1-dən 9-a qədər bunu da 3 rəqəmli hesabladım. 10-dan 99-a qədər hesabladım. Bunu da 3 rəqəmli hesabladım. Axı bunlar 3 rəqəmli deyil. Bu 1-dən 9-a qədər 1 rəqəmlidir. Deməli burada 2 dənə rəqəm artıq hesablamışam. 9 dənə ədəddə hərəsindən 2 dənəsini artıq hesablamışam. Deməli 18 dənəsi burada artıqdır. Keçirəm 10-dan 99-a qədər. 90 dənə 2 rəqəmli ədədimiz var, düzdür? Bu 3 rəqəmlidir. Mən bunu amma 3 rəqəmli kimi hesablamışam. Onda neçəsini artıq hesablamışam? 1 dənəsini. Ona görə də çıxaram 90. Bu da eləyər, hesablasaq. Bir dəqiqə aşağıları silim. Bir daha deyirəm. Məntiqini başa düşsəz uşaqlar, düsturu əzbər biləsiniz. 8, 6, 7, 378. Çıx 18 eləyər 360. Çıx 90 eləyər 270. Düstur olaraq qeyd eləsək, əgər 3 rəqəmlidirsə, məndən rəqəm sayını istəyirsə uşaqlar, səhifə sayını 3-ə vurub, bundan 108-i çıxırıq. Gedək. 185. 185 səhifəlik bir kitabı nömrələmək üçün necə rəqəmlə istifadə olunur? Mən düz 185-i vuraram 3-ə, çıxaram 108-ini. Düstur yadımdan çıxıbsa uşaqlar, tez düşünürəm 18-in bir rəqəmlilərdə 9, 9, 2 dənə 9 artıq hesablamışam 18 dənə. 2 rəqəmlilərdə də bir dənə 90 artıq hesablamışam. Bu deyilIr 108. Hesablasaq 5, 24, 25, 555-dən də çıxsaq 108-ini. Cavab 447. Yenə 270 səhifəlik bir kitabı nömrələmək üçün neçə rəqəmdən istifadə olunur? 3 rəqəmlidir, tez 270-i vururam 3-ə, çıxıram 108-in. Bu da eləyər 810, çıx 108, 702 rəqəmdən istifadə olunur. İndi uşaqlar, bir kitabı nömrələmək üçün 81 rəqəmdən istifadə olunur. Bu kitab neçə səhifədir deyirsən. Əgər səhifə sayı 189-dan kiçikdirsə və ya 189-da daxil ola bilər, 189-dan kiçikdirsə rəqəm sayı, səhifə sayı deməli 2 rəqəmlidir. Yaxşı, gəlin fikir verək görək, niyə 189-u götürdük? Biz nə bilirik ki, səhifə sayı, rəqəm sayı 189-dan kiçik və ya 189 olanda biz bilirik ki, bu kitab 2 rəqəm. Uşaqlar, ən böyük 2 rəqəmli səhifədə, ən böyük rəqəmli ədədə qədər mən 99 dənə rəqəm səhifə saya bilərəm də. Düzdür, ən böyük rəqəmli ədəd neçədir? 99. Əgər səhifə sayı 99 dənədirsə, mən bunun rəqəm sayını necə taparam? Vuraram 2-yə, çıxaram 9-u. Mənə nə verir? 189 rəqəm. Düzdür, əgər 99 səhifəlikdirsə, bu 100 maksimum. 2 rəqəmli ədədim 99 deyil uşaqlar. Mən deyirəm ki, əgər səhifə sayı 2 rəqəmli maksimum 99 olsa, mənim maksimum rəqəm sayım 189 olacaq. Deməli, əgər rəqəm sayı 189-an özünü və ya 189-dan kiçik hər hansı bir ədəd verilirsə, mən biləcəm ki, bu səhifə sayı neçə rəqəmlidir uşaqlar? 2 rəqəmlidir. 189-dan indi gəlin, ən böyük rəqəmli ədədi hesablayaq. Ən böyük rəqəmli ədədim neçədir? 999, düzdür. Bunu da 3-ə vurub 108-i çıxaq. 7, 27, 29, 2997-dən də 108-i çıxsaq. 2889. 189-dan böyük, 2889-dan kiçik olan bütün rəqəmlərdə də səhifə sayı
3 rəqəmli olur. Yəni səhifə sayı yadınızdan da çıxsa uşaqlar. Məsələn, 81 rəqəm verib, siz tez düşünməlisiniz ki, mən bunu hansı düsturla eləyim? 2 rəqəmlilərin düsturu ilə eləyim, yoxsa 3 rəqəmlilər düsturu ilə eləyim? 189 rəqəmi yadınızda qalsın. O da unuda bilərsiniz. 199-u vur 2-yə, çıx 9-unu. Tapdım 189. 189-dan kiçiksə deməli 2 rəqəmlidir. 189 ilə 2889 arasındasa deməli 3 rəqəmlidir. 4 rəqəmli təsadüf verilir uşaqlar. Amma istəsəz artıq 4 rəqəmliyini də tapa bilərsiniz. Özünüz qayda ilə, məntiqlə tapa bilərsiniz. İndi gəlin baxaq. Deməli səhifə sayı 81-dir. Mən də deyirəm ki, bu 189-dan kiçikdir də. Deməli 2 rəqəmlidir. 2 rəqəmli səhifə sayı düsturumuz nə idi? Bir dəqiqə, rəqəm sayı düsturumuz nə idi uşaqlar? Rəqəm sayı bərabər idi. Səhifə sayını vururam 2, üstünə 9'un çıxıram. Səhifə sayını 2'yə vurub çıxırdıq 9'unu. Düzdür. Burada da mənə deyir ki, 81 rəqəm var. Yəni, səhifə sayını 2'yə vurub 9'un çıxanda bu alıb 81. Mən indi bunu həll eləsəm, tərs əməl işləyirəm uşaqlar. 81 üstünə 9 gəlirəm, 90. 90'ı da bölərəm 2'yə, 45. Deyirəm, deməli, bu kitab neçə səhifəli olur? 45 səhifəli. Baxın uşaqlar, 189'un özünü verib. 3 rəqəm var deyə tez 3 rəqəmlə də düsturunu istifadə eləməyin uşaqlar. Biz nə dedik? 189 və 189'dan kiçik rəqəmlərin hamısı 2 rəqəmli səhifə sayı düsturu ilə hesablanır. Yenə deyirik, rəqəm sayı bərabərdir. Səhifə sayı vur 2, çıx 9. Onda səhifə sayını 2'yə vurub 9'u çıxıb neçə alıb? 189. 189'un üstünə 9 gəlirəm. 198 bölsəm 2'yə eləyər 99. Bu kitab neçə səhifəliymiş? 99. Yəni maksimum 2 rəqəmli ədəd səhifə sayına bərabərdir. Kitabın nömrələnməsi üçün 300 rəqəmdən istifadə olunub. Bu kitab deyir neçə səhifəlidir? 300 rəqəmdən istifadə olunub. Yenə uşaqlar, düsturumuzu yazaq. 189'dan böyükdür. Düzdür? Rəqəm sayı 189'dan böyükdürsə, deməli 3 rəqəmli düsturla işləyəcəm. Rəqəm sayı bərabərdir. Səhifə sayı vur 3, çıx 100, 800. Götürək rəqəm sayını qoyaq yerinədir uşaqlar. Səhifə sayını 3'ə vurub 108'in çıxanda neçə eləyir? 300. Tərs əməl işlə. 300 plus 108 eləyər 408. 408'i də bölsəm 3'ə bir dəfə 3 dəfə 136. Deməli 136 səhifəli bir kitabda 300 rəqəmdən istifadə olunub. Yenə uşaqlar 621 rəqəmdir. Tez baxıram. Rəqəm sayı 189'dan böyükdür. Bəli. Tez səhifə sayını 3'ə vurub 108'i çıxıb bərabər edirəm 621. 621'in üzərinə 108 gəlirəm. 729 bölürəm 3'ə. 2 dəfə 3'ün 6, 12'ni 3'ə 4. Deməli 243 səhifəli kitabdır. 440'a baxaq uşaqlar. İndi səhifəyi bayaqda bizdən səhifə istəyirdi. Burada vərəq istəyir. Heç bir fərqlilik yoxdur. Birinci biz gəlin səhifəni tapaq, sonra keçək vərəqədə. 612'də düzdür, 189'dan böyükdür. Deməli 3 səhifə 3 rəqəmlilərdən istifadə edəcəyik. Yəni səhifə sayını 3'ə vurub çıxacağım 108'in bərabər edəcəm 612. 612'in üstünə gəlsəm 108 eləyər 720 bölsəm 3'ə eləyər 240. Səhifə. Uşaqlar, bir vərəq neçə səhifədən ibarətdir? 2 səhifədən ibarətdir da, düzdür. Məsələn, bizim bir vərəqimizin bir üzündə 5, bir üzündə 6 yazılır. Ya 10, 11 yazılır. Yəni bir səhifəmiz 2 vərəqdən ibarətdir. Onda 240 səhifədə neçə vərəqdir uşaqlar? 120 vərəq. Digərinə baxaq. Kitabın nömrələnməsi üçün 171 rəqəmdən istifadə olub. Bu kitab neçə vərəqli kitabdır. Yenə vərəq istəyir. Dayanırıq. Birinci səhifəsini tapın. 171 rəqəmdir ha uşaqlar. 189'dan nədir?
balacadır rəqəm sayı. Deməli, 2 rəqəmlə də düsturumdan istifadə edəcəm. Səhifə sayını 2-yə vurub 9-u çıxıb. Bərabər eləyəcəm 171. 171 plus 9. 180 böl 2 bərabərdir 90 səhifə. 90 səhifə neçə vərəqdir uşaqlar? 45 vərəqdir. Bir daha deyirəm, bir səhifədə 2 vərəq olur. Ona görə böləsiz 2-yə. Daha doğrusu bir vərəqdə 2 səhifə olur. Bir vərəqimizdə 2 səhifə olur uşaqlar. Ona görə bölürük 2-yə. Sonra deyir ki, uşaqlar, 442-ci suala baxaq. Deyir ki, 182 səhifəlik bir kitabı nömrələmək üçün neçə müxtəlif rəqəmdən istifadə olunur? Suala birinci baxanda uşaqlar başlayır hesablamağa. Deyir 145 səhifədirsə, rəqəm sayını istəyirsə, 185 3 rəqəmidir, vuraram 3-ə, sonra 108-ə çıxır. Xeyr uşaqlar, fikir verin. Mənə demir ki, neçə rəqəmdən istifadə olunur. Bəli, mənə desəydi ki, bu müxtəlif söz olmasaydı, mən desəydi ki, 185 səhifəli bir kitabı nömrələmək üçün neçə rəqəmdən istifadə olunur? Bəli, düz fikirləşirsiniz. 185-i vuraram 3-ə, çıxaram 108-ini taparam. Amma mənə müxtəlifdir. Ay uşaqlar, neçə müxtəlif rəqəmimiz var? 0, 1, 2, 3, 4, 5, 7, 8, 9. Hər bu 9, 10 dənə rəqəmdən başqa hər hansı bir rəqəm var ki, biz ondan istifadə edirik. Deməli, bəndidir. 185 deməz 300 səhifəlik bir kitab olsun. Mən 10 dənə müxtəlif rəqəmdən istifadə edəcəm. Yəni bu hesablamaya heç ehtiyac belə yoxdur. 43. 58 səhifəlik kitabı nömrələmək üçün neçə? Yenə müxtəlif rəqəm deyir uşaqlar. Cavab nədir? 10 dənə. Yəni durub bir də biz bunu hesablamırıq uşaqlar. Sonra devam edək. 444-də baxaq. 1-dən 99-a qədər ədədlərin yazılışında neçə dəfə bir rəqəmindən istifadə olunur? Yadınızda saxlayırsınız uşaqlar. 1-dən 99-a qədər rəqəmlərin yazılışında istəyir 1, istəyir 5, istəyir 4, hansı rəqəmi verir versin. 20 dəfə həmin rəqəmdən istifadə olunur. Ədəd desə 19 götürəcək. Niyə? Gəlin baxaq. 1-dən başlayırıq. 1, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 31, 41. Birdən 99-a qədər birin yazıldığı bütün ədədləri saydım. Gəlin baxaq. Mənə deyir ki, neçə dəfə bir rəqəminə istifadə olunur? 1, 2, 3, 4, 5, 6, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Bu, bütün rəqəmlər üçün keçərlidir. Mənə desə, neçə dəfə 2 rəqəminə istifadə olunur? Deyəcəm 20. Neçə dəfə 3 rəqəminə istifadə olunur? Deyəcəm 20. Mənə desə, ədəd, bax bu 11-i bir dənə götürəcəm. 11 bir dənə ədəddir axı. Ona görə ədəd desəydi 19 götürərdim. Ona biraz diqqətli olmuş olar. İndi baxın, deyir ki, 100-dən 199-a qədər ədədlərin yazılışında neçə dəfə 3 rəqəmindən istifadə olunur. Heç bir fərq yoxdur uşaqlar. 100-dən 199-a qədər də B bəndidir. 200-dən 299-a qədər də B bəndidir. 20-dir. Sadəcə bir şeyə fikir verməlisiniz uşaqlar. Mənə desəydi ki, 100-dən 199-a qədər neçə dəfə bir rəqəmindən istifadə olunub, onda uşaqlar olacaqdı cavab 120. Niyə? Axı ben bunun yüzlüyündə 100-dən 199-a qədər 100 dəfə bir yazacağım. Axı 100, 101, 121, 122, 131 hamısının yüzlüyündə bir var axı. Bir dənə ona diqqət eləməlisiniz. Yüzlüyündə bir varsa bunun 20 dənəsi
1-dən 99-a qədərdir. 100-dən 199-a qədər də 100 dənə var. Deməli 120 olur. Amma məndən 3 rəqəmi istəyir, düzdür. 100-dən 199-u da 100-lüyündə iş yoxdur ki, düzdür. Ona görə deyirəm neçə dənədir? 20 dənədir. 200-dən 299-a qədər ədədlərin yazılışına iki rəqəminə istifadə olunur. Baxın. Diqqətli olun. 2 rəqəm istəyir. Baxıram ki, mən birinci 1-dən 199-a qədər baxaq. Birdən dedik ki 199-a qədər neçə dəfə 2 rəqəmi var uşaqlar? 20 dəfə 2 rəqəmi istifadə olunur. Birdən yox. Mənə deyir 200-dən 299-a qədər. 200-dən 299-a qədər neçədən 2 rəqəmli ədəd istifadə olunur? Uşaqlar 1-dən 99-a qədər neçə dəfə istifadə olunur? 20 dəfə. Düzdür. Bəs 200-dən 299-a qədər nə qədər olur? 100 dəfə gedəcəkdir. Çünki bunun yüzlüyündə də axı 2 var. 200 yenə də deyirəm. 201, 211, 221. Hamısının yüzlüyündə mən 200, yəni 100 dənə nağdı. 2 ədədini istifadə edirəm 200-də. Bunun onluğunda 2 rəqəmini istifadə edirəm. 202, 212, 222, 232. Düzdür. Deməli, əgər rəqəmin özünü yüzlükdə görürəmsə, tez ora bir 100 əlavə edirəm. Yox, yüzlükdə yoxdursa, onluq təhliyində 20 dənədir. Bunu artıq əzbər bildik. Deməli, onluğun yüzlüyündə də 2 olduğuna görə burada 100 dənə yüzlüyə görə 2-dən istifadə edirəm. Onluq və təhliyə görə də 20 dənə istifadə edirəm. Artıq bunu əzbər bilməlisiniz uşaqlar. Ona görə olacaq 120. Mənə desəydi 100-dən 199-a qədər neçə dəfə 2 rəqəminə istifadə olunur? Deyəcəm 20 dəfə. Deyir, niyə? 102, 112, 122, 132. Belə saysaq uşaqlar istəsiz oturub sayda bilərsiniz. Baxasınız ki 20 dənədir. Deməli, neçənci sualda uşaqlar 447. 447-də nə deyir bizə? 1-dən 99-a qədər neçə ədədin yazılışında 3 rəqəmindən istifadə olunubdur? Olacaq 19. Səbəb. Və yaxud bir də izah elədim uşaqlar. Fikir verin, mənə demir ki, neçə dənə 3 rəqəmindən istifadə olunub. Çünki 33-də 2-dən 3-dən istifadə olunur. Düzdür. Ona görə 20-dən. Amma 33-ün özünü 1 götürürük deyə, gəlin bir daha izah edeyim. 3, 13, 23, 33. Yazdım uşaqlar. Bundan yazmadım. Bir də 23-dən sonra 30, 31, 32, 33 yazmışam. 34, 35, 36, 37, 30. Buradan yazaq. 38, 39. Gəlin sayaq. Görək neçə dənə rəqəmdə neçə ədədin yazılışında 1, 2, 3, 4, 5, 6, 7, 8 13, 14, 15, 16, 17, 18 19. Neyse artıq yazmışam uşaqlar. Sildim, bir daha təzdən yazdım uşaqlar. Hansı rəqəmi artıq yazmışdım. İndi gəlin baxaq görək. Neçədən ədədin yazılışında 3 var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19 dənə ədəddə üstdən istifadə edilir. Amma mənə desəydi, neçə dəfə 3 rəqəmindən istifadə olunur? Bu 33-də 2-dən 3 var axı. Ona görə cavabımız 20 olur. Diqqətli olun ona görə. Deyir ki, 15-dən 136-ya qədər ədədlərin yazılışında neçə dəfə 7 rəqəmindən istifadə olunur? Uşaqlar, gəlin biz 15-dən yox, gəlin biz 1-dən 136-ya qədər hesablasaq.
birdən 136-ya qədər hesablasaq, yəni birinci 1-dən 99-a qədər Nestəfə uşaqlar 7 rəqəmindən istifadə olunur. Biz dedik ki, 100-lüyə qədər, 1-dən 99-a qədər hər rəqəmdən 20 dəfə istifadə olunur. Bunu əzbər bildik. İndi bizə deyir ki, uşaqlar biz 1-dən 99-a qədər 20 dedik. Ax, bu deyir 15-dən olsun. Onda 15-dən olsun. 15-ə qədər Nestəfə 7-dən istifadə edirəm. Bir dəfə daha. Ona görə bundan bir dahasını çıxaram. Neçə olar? 19. Deməli 15-dən 99-a qədər 19 dənə mən 7 istifadə edirəm. İndi 100-dən 136-ya qədər 7-lər hansıdır? 107, 117, 127. Vəsə. 3 dənə. 107, 117, 127 var. 19-un da üstünü şüşəyəsəm. Deməli, mənim əlimdə 22 dənə 7 olur. İndi gəlin buna baxaq. 12-dən 318-ə qədər ədədlərin yazılışında neçə dəfə 4 rəqəminə istifadə olunur? Birinci 1-dən 99-a qədər. Neçə dəfə var? 20 dəfə. 100-dən 199-a qədər. Yenə 20 dəfə. 200-dən 299-a qədər. Yenə 20 dəfə 4 istifadə olunur. 300-dən 318-ə qədər 304, 314 və s. Burada da 2 dəfə istifadə olunur. Düzdür. Amma mənə deyir ki, 12-dən başda. Mən də bunu 12 eləsəm, uşaqlar, 1-dən 99-a qədər 20 dəfədirsə, 12-yə qədər mən 4-dən bircə dəfə istifadə edirəm. 1, 2, 3, 4, bir dənə 4 dedim orada. 12-yə qədər başqa 4-dən istifadə eləmirəm ki. Ona görə bunu silib nə yazarım? 19. İndi gəlin hamısını toplayaq. 19 nə 2, 21. Bu ikisi də verər mənə 40. Cavabım nə olar? 61.